Salam əziz müəllimlər. Mən Şahnaz Mirzəxanlı, Ağcabədi rayon şəhər 11 saylı məktəbin informatika müəllimi. Bugün sizlə hər həftə bir sınaq, sertifikasiya dəstək marafonu üçün hazırladığım sınağın izahını paylaşıram. Başlayaq ilk sualımızdan. İlk sualımızda deyir ki, sistem proqram təminatına aid olanları müəyyənləşdirin. Burada ScanDisk verilir birincidə. ScanDisk nədir? Sistem proqram təminatının deməli, servis hissəsinə, yəni xidməti proqramlara aid olan proqramdır. 2 utillər, yenə xidməti proqramlara aid olan proqramdır. Mətn redaktorları, qrafik redaktorlar. Bunlar nədir? Bunlar, deməli, tətbiqi proqramlara aiddir. Python isə proqramlaşdırma alətlərinə aiddir. Əməliyyat sistemi isə elə sistem proqram təminatının əsasını təmin edir. Deməli, cavabımız olur 1, 2 və 6. Keçək növbəti suala. Deyir, informasiya həcmləri 32, 34 və 35 kilobayt olan faylların bir klasterinin həcmi 8 kilobayt olan diskdəki ümumi həcmini kilobaytla müəyyən edin. İndi bu suala keçməzdən əvvəl deməli bir şey qeyd edək ipucu kimi. Əgər verilən fayl həcmləri, məsələn 32, 34, 35 kimi rəqəmlər verilən klaster həcminə tam bölünürsə, biz rahatlıqla deyirik ki, həmin fayl yaddaşda özü qədər yer tutur. Yəni, orijinal həcmi qədər yer tutur. Yox, əgər qalıq qalacaq olursa, qalığın 1, 2, hər neçə olmasından asılı olmayaraq, klasterin sayını bir vahid artırıb həcmi təkrar hesablayır. Gəl, eyni şeyi burada deməli yazaq. Götürürəm 32-ni. 32 bölürük nəyə? 8-ə. Bizə lazım olur 4 klaster. Deməli, 4-ü də qaytarıb 8-ə vuran da, yəni 4 klaster istifadə olunub. Hər birinin də həcmi 8 kilobaytdır. Yenə həmin bu 32 rəqəmini alırıq. Sonra keçirik 34-ü götürüm. 34-ü bölürük 8-ə. 4 tam düşür, yəni 4 klaster tam da olur. Əlavə olaraq qalıq da qalır. Bu da o demək ki, 5-ci klasterdən də istifadə olunur. Yəni, üzərinə bir əlavə edib alıram 5 klaster. Həmin 5-i qaytarıb vuraram 8-ə. Nə alıram? 40. Həmin bu rəqəmləri qeyd edək. Bu özü də 32 qədər yer tutdu, digəri 40 kilobayt yer tutdu. 35 deməli kilobayt həcmi olan faylda eyni qaydada 34-də olduğu kimi xassə göstərir. Bölürük 8-ə düşür 4, yəni 4 tam klaster istifadə olundu. Qalıq qaldığı üçün üzərinə 1 əlavə edirəm, olur 5 klaster. Həmin 5-i də yenidən vururam 8-ə, eləyir 40 kilobayt. Deməli 40 kilobayt. Üstə gəl, neçə? 32, aha. Bərabərdir 112 kilobayt. Sualımızın cavabı olur A variantı, 112 kilobayt. Keçək növbəti sualımıza lövhəni təmizləyərək. Növbəti sualımızda nə deyir? Kitabın deyir hər bir səhifəsi, kitabın bir səhifəsi 3 kilobayt informasiya tutur. Çap sürəti 512 simvol böl saniyə olan printerdə 100 səhifəlik kitabı nə qədər vaxtda çap eləmək olar? Gəl baxalım. Bir səhifəsi 3 kilobayt yaddaş tutursa, bir səhifəsi 3 kilobayt informasiya tutursa, onda bunun 100 səhifəsi də 3 vurulsun 100 kilobayt informasiya tutur. Kilobaytdan bayta keçək burada. Niyə keçirik bayta? Ona görə ki, bir simvolumuz 1 baytdırsa, 3 kilobaytımız da 3 vurulsun 2 üstü 10 baytdır. Və Q bərabərdir VT düsturundan burada istifadə eləsək, Q'müz 3 vurulsun 100 vurulsun 2 üstü 10'dur. Saniyemiz neçədir? 512. 512, onda bərabər olur. 512 ilə 2 üstü 10 ixtisar keçsə nə qalır burada? 300, 600. 600 saniyə. Bunu da dəqiqəyə çevirmək üçün nə edirik? 60-a bölürük, cavab olur 10. 10 dəqiqə A variantı. 3-cü sualda A variantı. Sonra gəlin 4-cü suala. Deyir ki, 4 dost Adil, Ziya, Nəzakət və Kamil fizika, biologiya, informatika, riyaziyyat fənlərindən olimpiyadada iştirak ediblər. Adil və Ziya olimpiyadada birinci yeri tutmayıblar.
riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Kamil informatikadan birinci yeri tutub. Hansı variant mütləq doğrudur? Deməli, deyir ki, variantları oxuyaq, qaydaq mətni yeni təkrar oxuyaraq. Deyir ki, Adil fizika olimpiyadasına iştirak edib. Gəlin görək, bu doğrudurmu və yaxud yanlışdırmı və yaxud da biz bu haqda qəti fikir söyləyə bilmirikmi? Deyir ki, Adil və Ziya olimpiyada birinci yer tutmayıblar. Hansı olimpiyadaya getdiklərindən hələ ki xəbərimiz yoxdur. Deyir ki, Ziya olimpiyadasına iştirak edib. Bu haqda bir fikir varmı? Adil birinci yer tutmuyor, Kamil informatikadan yer tutub. Hələ ki bir fikir yoxdur. A və B haqqında qəti fikir yoxdur. Deyir, nəzakət biologiya olimpiyadasında birinci yer tutub. Bununla da bağlı bir fikir yoxdur. Amma bilirik ki, Kamil informatikaya gedibsə, nə Adil, nə Ziya, nə nəzakət, deməli, informatikaya getməyiblər. Deyir ki, riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Və buradan da Adil və Ziya birinci yer tutmayıblar, qalib olmayıblarsa, demək ki, nə Adil, nə Ziya həm riyaziyyat, həm də informatika olimpiyadasına getməyiblər. Çünki bunların sahibləri fərqlidir. Kamil informatikadır. Riyaziyyat da hər kimdirsə, hər halda Adil və Ziya deyil. C variantı ilə bağlı da bir şey deyə bilmirik. Ziya fizika olimpiyadasına iştirak edib. Bununla bağlı qəti fikir yoxdur. Deyir ki, nəzakət riyaziyyat olimpiyadasında iştirak edib. Deməli, Adillə Ziya riyaziyyatda deyirlər. Ondan sonra Kamil də riyaziyyatda deyil. Biologiyada da deyil. Necə? Riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Onda elə riyaziyyata nəzakət qalır da. Deməli, niyə bu qərara gəlir? Adilin fizika olimpiyadasında iştirak edib bəlkə də, amma qəti fikir yoxdur. Ziyanın da biologiyada iştirak etməsi ilə bağlı burada heç bir qəti fikir yoxdur. Ancaq nəzakət biologiya olimpiyadasında yer tutub, bununla da bağlı qəti fikir yoxdur. Bizim bircə dənə bildiyimiz odur ki, Ziya ilə Adil riyaziyyata getməyiblər, informatikaya da getməyiblər. Day fizikadır, ondan sonra hansılardır, biologiyadır. Bunlara gediblərmi, getməyiblərmi bilmirik. Kamil informatikadandır, qaldı nə deyir? Riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Burada nəzakətli riyaziyyata gedən olimpiyada qalibidir. Ancaq E variantında heç bunu demir. Sadəcə deyir ki, nədir? Riyaziyyat olimpiyadasına iştirak edibdir. Bunların ikisindən əmin deyilik. C və D də doğru deyil, qaldı nə? E variantı. Cavab E variantı olur 4-də. 5-cidə deyir, simsiz şəbəkə texnologiyalarını müəyyən edin. Simsiz şəbəkə texnologiyaları, bunlar artıq əzbərçi suallardır. Deməli, hansıdır? USB-dir, Li-Fi-dir, Wi-Fi-dir. Bunlar simsiz şəbəkə texnologiyalarıdır. Bağışlayın, USB nə idi? Bluetooth. 1, 5, 6 olacaq cavab. Mexaniki olaraq səsdir. Dedim, 1, 5, 6 hansı variantda var? 1, 5, 6. Aha, o variantında. 1, 5, 6. Sonra gələk bu sualımıza baxaq. Deyir ki, n bərabərdir 40, s bərabərdir 20. Sadəcə alqoritmin icrasından sonra nəticəni müəyyən edin. Bizə n-in qiymətin nəticədə, son nəticədə n-in qiymətini istəyir. Aha. S plus n-in qiyməti neçədir? S 20-dir, n də 40-dır. Cəmi neçə edir? 40 üstə gəl, nə? 20. Kiçikdir 200-dən. Bəli, onda S-in növbəti qiyməti bərabərdir nəyə? 40-a. N-in növbəti qiyməti bərabərdir nəyə? N-in üstünə gəlir 25, 40-ın üstünə 25 gəlir, edir neçə? 65. 40 və 65 neçədir cəmisi? Eləyir 105. 105 kiçikdir 200-dən. Bəli, onda qiyməti artırmağa yenə davam edirik. 40-ın üzərinə gəlir, S-in qiyməti 20 vahidi artır. Olur 60. N-in də qiyməti 25 vahid artır. 60-ın üstünə 25 gəlinə nə edir? 80-mi? Bağışlayın 90. Aha. 60, 90, 150. 150 kiçikdir 200-dən. Bəli, onda qiyməti artırmağa davam edirik. 60-ın üzərinə gəlir 20 olur 80.
Eni də 90-ı da 25% artıranda neçə eləyir? 115 mi? Bəli, 115. Gəlin baxaq. 80 ilə 115 neçə edir? 195 eləmi? Aha, 200-dən kiçikdir. Qiyməti artırmağa davam edirik. S bərabərdir. Növbəti dəfə nə olur? Növbəti dəfə olur. 20% artsa 100. N də bərabərdir nəyə? N də bərabərdir 115-in üstünə 25 əlavə eləsək olur 140. Gəlib yoxlayırıq. 100 və 140 kiçikdirmi 200-dən? 240 eləyir, bu da 200-dən kiçik deyil. Deməli, bizim əlimizdə olan N-in sonuncu qiyməti 140-dır. Variantların içərisindən 140-ı seçirik. Verilənlər bazasının cədvəli üzərində hansı əməliyyatı yerinə yetirdikdə həmin cədvəlin strukturu dəyişməz. Baxaq variantlara. Cədvəldən hər hansı bir yazını sildikdə. Bəli, cavab elə bu variantda. Hər hansı bir yazını sildikdə cədvəlin strukturu dəyişmir. Cədvəlin strukturunu dəyişən hallar yeni tipli sahə əlavə etməkdir, hər hansı sahəni silməkdir, sahənin adını dəyişməkdir və yaxud da sahənin tipini dəyişməkdir. Ümumiyyətlə, yazı artıranda, yazı siləndə cədvəlin sahəsində nədir? Cədvəlin strukturunda dəyişiklik baş vermir. Gələk 8-ci sualımıza. Bu sualdan çox istifadə olunur. 8-ci sualımızda bizə nə deyir? B1 xanasının hansı qiymətində A2, C2 diapazonunda alınmış qiymətlərə əsasən qurulmuş diaqram aşağıdakı kimidir? Neyniyək burada? A1, A2-nin qiymətindən başlayaq. A2 bərabərdir. A1 vur C1. Yəni, neçə 48? A1-in qiyməti 4-dür. C1-in qiyməti 12-dir. 12-ni 4-ə vursaq eləyər 48. Sonra keçirəm B2-nin qiymətini hesablamağa. B2-nin qiyməti nədir? A1 plus B1. A1-in qiyməti 4-dür. B1-in qiyməti yoxdur. Onda B1 üstəgəl 4. B1 hələ ki məhsul olaraq qalır. C2 bərabərdir. C1 üstəgəl. C1 neçədir? 12 üstəgəl 2B2. B2-miz neçədir? B2-miz də B1 plus 4-dür. Deməli, B1 üstəgəl 4, bunu da vuraq 2-yə. Bunu biraz da açıqlamağa davam eləsək, C2-miz bərabərdir 12 üstəgəl 2B1 üstəgəl neçə? 8-mi? Bu da bərabərdir 2B1 üstəgəl 20. Bəs buradan biz kimin böyük, kimin kiçik olduğunu nə ilə təyin eləyərik? Diaqrama baxaq görək. Deməli, 2 hissənin cəmi 38%, 12% olan hissə digər 3-cü hissənin cəminə bərabər olacaq. Yaxşı, bəs başqa nə qərar verə bilirik buradan? Variantlara baxanda görürük ki, elə böyük rəqəmlər yoxdur B1 üçün. B1 üçün böyük rəqəmlər yoxdur. Deməli, biz burada həm cədvələ baxdıq, həm diaqrama baxdıq, həm də keçid variantlara baxırıq ki, böyük rəqəm yoxdur. Yəni, B1 o qədər də böyük rəqəm deyil ki, o gəlib, deməli, məsəl üçün, B1-in üstünə 4 gəlsək, məsəl üçün deyək, burada 46, 47 kimi variantlar olsa idi, biz deyə bilərdik ki, B1-in üstünə 46-dır, məsəl üçün, üstünə 4 gələndə 48-dən böyük eləyəcək. Bizim burada ala biləcəyimiz ən böyük rəqəm 48-dir. Ona görə də bu biri deməli, bu B2 ilə C2-ni biz toplayıb ümumi hesabda 48-ə bərabər götürəcəyik. Yəni B1 üstəgəl 4, B2-nin qiymətini yazın. Üstəgəl 2B1 üstəgəl 20. Cəmi bərabərdir 48-ə. Onda 3B1 bərabər neçəyə? 4, 20, 24. 48-dən də 24-ün çıxana qalır 24. B1 bərabərdir 24-ü 3-ə bölsək alınır cavabımız 8. Variant olaraq C variantı. Lütfən təmizləyək keçək növbəti sualımıza. Biraz deyəsən uzun yoldan getdim lövhə təmizləmək üçün, eyb yox.
Keçək 9-cu sual. Deyir, baxılan zaman intervalında dəyişməyən modellər necə adlanır? Ya bu idi, ya da bu neynisi tip sual keçən abituriyentlərə düşmüşdü və həmin imtahanın ən asan sualı idi. Baxılan zaman intervalında dəyişməyən zaman amilinə görə ümumiyyətlə modellərin iki növü var da. Dinamik, statik. Dinamik zamana görə dəyişənlərdir, statik isə zamana görə dəyişməyən modellərə deyirik. Gəlir 10-cu sual. Mətn redaktoruna simvolların qalın yazılması üçün istifadə olunan əmr. Qalın yazılmaq üçün bold deməli tipindən istifadə edirik. Bu da A variantıdır. Sonra deyir ki, info@r.az elektron poçt ünvanına əsasən istifadəçi adını müəyyən edin. Biz qaydalara əsasən bilirik ki, ət işarəsinə qədər olan hissə istifadəçi adlanır. Ət işarəsindən sonraki hissə isə dominant adlanır. Onda bizim istifadəçi adımız ət işarəsinə qədər nədir? Info. Yəni sualımızın düzgün cavabı C variantıdır. Təkrar edirəm, ət işarəsinə qədər olan hissə istifadəçi adıdır, ət işarəsindən sonraki hissə dominantdır. Ət nəyi bildirir? Daha də, yəni r.az-da info adlı istifadəçi mövcuddur. Bu deməkdir. Gəldik 12-ci suala. A təpəsindən N təpəsinə, F təpəsindən keçib L təpəsindən keçməyə neçə müxtəlif yolla getmək olar? Deməli, çalışaq burada neyniyək? Çalışaq burada F təpəsindən keçib L təpəsindən keçməyən. Elə aid olanları ləğv eləyək burada. Görək bizdə nə qalır. Elə yaza bilmirikmi burada bunu biz? Üzərini yaza bilmirik. Bunun şəklini çəkmək bizim çox vaxtımızı ala bilər. Başlayaq da neyniyək? Başlayaq sualımızın şəklini burada çəkək. Şəkil çəkəndə indi biraz vaxtımızı alır, amma elə də çox vaxtımızı almaz da imtahanda. Şəkil çəkəndə nələr nəzərə alaraq onu demək istəyirəm. Biz burada nəzərə alacağıq ki, elləri yazmayaq. El təpəsindən keçməyək deyir axı. Elləri yazmayaq. Deməli, A nöqtəsini götürək. A-dan yollar var hara? B-yə. A-dan yol var C-yə. C-dən də yol B-yə gedir. Şəkil çəkmək qabiliyyətimə də fikir verməyək. A-dan yol D-yə də gedir. D-dən də C-yə yol gedir. Və hökmdür ki, bizdə hansı təpədən keçsin? F təpəsindən keçsin. E nöqtəsini burada qeyd edək. E nöqtəsinin girişləri C-dəndir. Və burada F nöqtəsini qeyd edək, hansı ki bizim vacib nöqtəmizdir. F-in girişləri C-dəndir, E-dəndir, D-dəndir F-ə yol daxil olur. K özü sərbəst deyil. K F-ə daxil olmadan getdiyi üçün K-nı mən nəzərə almayacam. Və L də lazım deyil bizə. L-i də nəzərə almayacam. Deyir ki, L-dən keçməsin. Onda biz neyniyək? Birbaşa M-i və N-i qeyd eləyək. M-i burada qeyd eləsəm, N-i də burada qeyd eləsəm problem olarmı? Deməli, F-i yazdıq. E-dən L-ə gedən yolu qeyd eləmirik. Ümumiyyətlə L-ə qeyd eləmirik. F-ə birbaşa yol getmir. F-ə getmək üçün gəlir M-ə yol elə. M-dən də keçir N-ə. Düz çəkdiyim şəkli. Deməli, baxın, F-ə gəlir. F-dən gedir L-ə. Bizə deyir ki, F-dən keçsin, amma L-dən keçməsin. Ona görə bu hissədə mövcud olan L-i yazmadan F-dən deməli L-ə getməsin. F-dən birbaşa M-ə və N-ə gedən yolu. Və burada da K-nı qeyd eləmədim. Niyə? Bizə deyir ki, F təpəsindən keçsin. Yəni, bütün yollar F-dən keçməlidir. F-dən keçməyənlər bizə lazım deyil. L-dən hökm edir ki, keçməsin. Burada da K-dan keçmədiyi üçün K-nı da qeyd eləmədik. İndi baxaq. Girişləri toplayıb çıxışlara yazaq. Hardan başlayaq? A-dır, B deməli, başlanğıc A nöqtəsidir. Deməli, bu çıxışlara bir yazmağa ehtiyac yoxdur. Birinci hara başlayır? Yol gəlir, başlayaq, baxın. A-dan birinci D-yə gedir. C-yə baxmaq istəsək, D-dən keçən nəzər almalıyıq. D-yə bir yol girir. D-nin bütün çıxışlarına bu qələmin rəngini dəyişeyim. D-nin bütün çıxışlarına yazın 1.
Düzdür? Onda C bir yol D-dən gəlir, bir yol A-dan gəlir. C-nin çıxışları nə olacaq? 2. C-nin çıxışlarına yazıram 2. C-nin bütün çıxışları olsun 2. B-yə 2 yol C-dən gəlir, bir yol da A-dan. Onda B-nin də çıxışına topladım, yazdım 3. E-yə deməli 2 yol C-dən gəlir, 3 yol B-dən gəlir. E-nin çıxışı 3 və 2-nin cəmi olsun 5. F-ə 5 yol E-dən gəlir, 2 yol C-dən gəlir, 1 yol isə D-dən. Toplamda neçə yol olur? 7, bu da 8. 8 elə 8 mi? 8 yol E-mə daxil olur, 8 də E-nə. Bu qədər asan oldu. Cavabımız. Aha. Keçək növbəti sualımıza. Növbəti sual bizə nə deyir? Alqoritmin xassələrini seçin. Alqoritmin neçə xassəsi var cəmsi? Kütləvilik, müəyyənlik, diskretlik və sonluluq xassəsi var. Deməli, burada adını çəkdik. 1 kütləviliyi, 2 müəyyənliyi, 3 diskretliyi. Variantımız 1, 2, 3 harda var? Xəttilik və dövrlük deyə xassə yoxdur. 1, 2, 3 B variantının cavabı olsun. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. X 4-dür, Y 6-dır, bəs onda Z-imiz neçədir? Lövhəmizi təmizləyə bilərikmi? X-in qiyməti 4-dür, Y-in də qiyməti 6-dır. Z-in qiyməti isə X-in üstü 2, 4-ün üstü 2, 16, 16 çıx 6, 10. Ondan da deməli 10-un üstü 0, onda 5. Bizə dəqiqə yenidən hesablayın başdan. X-in üstü 4. Baxışın, X-in üstü 2. 4-ün üstü 2 çıxılsın 6. Aha. Və bunun da deməli üstü 0, onda 5. Yəni 0, onda 5 nə deməkdir? Kvadrat kök deməkdir də. 16-dan 6-sını çıxdıq, qaldı 10. Ondan da kvadrat kök təqribi nə çıxır? 3 tam neçəsə. Eləmi? Z böyük bərabərdir 4-dən. Baxı, biz aldıq 3 tam neçəsə. 4 olmadı da. Z 4-dən böyükdür. Xeyr. Onda keçirik LC-yə. Z 2-dən kiçikdir. Xeyr. Və yaxud Z bərabərdir 3 onda 5-ə. Xeyr. 3 onda 5-ə bərabər deyil. Onda keçirik print -1 yazırıq qiyməti. Variantımız olur nə? Baxaq görə variantımız nə olur? E variantı. Bir də qaydım buna izah verim. Sualda heç bir əməliyyat yerinə yetirmədən sona çıxır. Bir dənə burada deməli, bu hissədə. X-i kvadrata yüksəltdik. 4-ün üstü 16, çıxdıq 6. Çıxdıq 6. Nə qaldı? Qaldı 10. Ondan kvadrat kök aldıq. Təqribən 3 tam, hardasa 3 tam onda 1 kimi bir şey çıxır da. Deyir ki, burada birinci şərti yoxlayırıq. Z böyükdür 4-dən yox. Ona görə biz keçirib bunun əksi aldasına tamamən bura. Bu hissələrə baxmadan. Z kiçikdir 2-dən, xeyr, Z 3-dən böyükdür. Niyə 2-dən kiçik deyil? Və keçirik elif. Z 3 onda 5-ə bərabərdir. Dedik, yox, təqribən 3 onda 1-ə bərabər ola bilər. Ona görə elifdə ödənmədiyinə görə keçdik LC, eləcə -1 yazdıq, etdik. Siçanın sol düyməsini sətrin önündə sol boşluq sahədə bir dəfə sıxıldıqda nə baş verər? Deməli, siçanın sol düyməsinin sol boşluq hissə budur. Buna nə deyir? Bu hissəyə biz mətn redaktorunda deyirik seçim panelidə, düzdürmü? Seçim panelində sətri bir dəfə deməli, kursorun siçanın sol düyməsini bir dəfə sıxdıqda həmin sətr seçilir. Həmin sətr seçilir. Cavab E variantı. Deməli, siçanın sol düyməsinin uyğun olaraq 1, 2, 3, 4, 5 dəfə vurduqca da fərqli, deməli, sətrin olduğu abzas seçilir, cümlə seçilir, bütün mətn seçilir. Bu qaydada dəyişir. İkili say sistemində verilmiş 101 rəqəmli ədədi 8-li say sisteminə çevirdikdə
Neçə rəqəmli ədəd alınar deyir. İkili say sistemində verilmiş 101 rəqəmli ədədi. Gəlin yazaq. Ümumiyyətlə, ikili say sistemində verilmiş 101 rəqəmli ədəd nə deməkdir? 1, yanında da 100 dənə 0 mı, 1 mi bu formada, yəni 101 dənə rəqəm var da, burada ən böyük mü, ən kiçik mi demir bizə bir şey. Amma biz bunu böyük də götürsək, kiçik də götürsək, fərq eləmir. 101 rəqəmli ədəd deyəndə, məsələn, ən kiçiyini götürsək, ən böyüyünü götürsək 101 dənə 1 eləyir, ən kiçiyini götürsək 100 dənə 0, 1 dənə 1 eləyir. Yəni 2 üstü 100 deyə bilərik buna. 2 üstü 100 deyə bilərik. Bu qayda ilə də yaza bilərik. Baxın, yazıram ki, 8-in tam elə bikin qüvvəti kimi olsun və 8-ci say sistemi deyilsə, 2 üstü 3, 8-in üstü neçə olar? 33 olarmı? 99 olsun və bir də vuraq, nə qaldı burada? 2 üstü 1 qaldı da, düzdürmü? 33 vurur 99, bir də olsun 100, həmin bu ədədi versin bizə. Yaxşı, onda ədəd nə cür olur? Baxın, 2, həmin bu 2-dən gedir söhbət. 2 yanında 33 dənə 0. Yəni 2 vurulsun, 1 yanında 33 dənə 0 edir. Elə bu da 2 yanında 33 dənə 0 deməkdir. 33 dənə 0-ımız, 33 dənə 0-ımız, 33 dənə 0-ımız və bir də başlanğıcda da 2-miz var deyə nə edir? 34 rəqəmli bir ədəd alır. 34 rəqəmli. Görəsən qaranlıqlıq qalmadı ki sualımızda. Deməli 100 rəqəmli ədəd idi. Biz bunu böyük də götürsək fərq eləmir, kiçik də götürsək. Ona görə minimumdan götürürüm. Və yaxud da ki, biz əgər bu forma, belə deyim də, minimum rəqəm götürdüm deyə xoşunuza gəlməyən halda, eləcə biz 101-i 3-ə bölüb yenə qalıq da 2 alarıq. 101-i bölərik 3-ə. Yenə düşər 33 tam. Qalıq da 2 alınır. Həmin 2 də bu 2 olar. Yenə 33 dənə 0 alınır və yenə eyni nəticəyə gələrik. Gələk 17-ci sualımıza. 3 ölçülü qrafik redaktoru seçin. Burada adları çəkilənlərə baxaq. Paint, raster tipli qrafik redaktorda, TuxPaint eyni qayda raster tiplidir. SketchUp, 3 ölçülü qrafik redaktorda düzgün cavabımız budur. CorelDRAW və Stencil da vektor tipli qrafik redaktorlardandır. Sonra lövhəmizi yenidən təmizləyək. Növbəti sualımız yenə alqoritmadandır. Lövhəmiz tam təmiz olsun ki, yerimiz geniş olsun, yaza bilək. X dəyişənin ilkin qiyməti 14 olarsa, alqoritmin icrası nəticəsində S dəyişəninin qiymətini müəyyən edin. X üçün 14 qiymətini daxil edir. X 14-dür, S 0-dır, i-nin qiyməti isə 1-dir. Bəs aşağıda nələr var? X böyükdür 0-dan. Bəli. Onda deyir ki, X-dən 3-ün çıx. X-in növbəti qiyməti nə olur? Qarşısına yazaq. X-in növbəti qiyməti olur 11, düzdürmü? 14-dən 3-ün çıxdım, qaldı 11. X böyükdür i-dən. i 1-də axı. Bəli, böyükdür. Onda nə edirik? I-ni vururuq 2-yə. I-nin növbəti qiyməti olur 2. Fırlanır, gəlir, dövr yenə başa. X böyükdür 0-dan, bəli. Onda X-dən yenə 3-ün çıxırıq. X-in növbəti qiyməti nə olur? 11-dən 3-ün çıxsaq qalar 8. Düşürük növbəti şərtə. X böyükdür i-dən, bəli. Onda i-ni 2 qat artırırıq, olur 4. Fırlanıb gəlirik, yenə yoxlayırıq. X böyükdürmü 0-dan? Bəli, 8 0-dan böyükdür. Onda deməli 3-ün çıxırıq, 8-dən 3-ün çıxırıq, qalır 5. Gəlirik, yoxlayırıq növbəti şərti. X böyükdür i-dən, bəli. Onda i-nin qiyməti nə edirik? 2 qat artırırıq, i-nin qiyməti olur 8. Fırlanırıq, qaydırıq yuxarıya yenidən. X böyükdür 0-dan, bəli, 5 böyükdür 0-dan. Onda x bərabərdir, x-dən 3-ün çıxsaq. 5-dən 3-ün çıxsaq qalar 2. Gəlirik, yoxlayırıq. X
Böyükdürmü i-dən? Deyir ki, yox, 2 8-dən böyük deyil. Onda keçirik hara yox qoluna. i bərabərdir i plus 2. i-ni artırır, i olur növbəti qiymətdə 10. i olur 10, s bərabər olur. S bərabər olur. S üstəgəl S sıfırda hələ ki. 2x, x neçədir hazırda? X-in qiyməti 2-dirmi? Üstəgəl 4 olur, eləmi? Bəli. Onda S-in qiyməti 4 olur. X-in qiyməti 2-də axı. 4 bizi yenə qaytarır başa. X böyükdür 0-dan. Bəli, X-dən 3-ün çıxırıq. Nə qalır? 2-dən 3-ün çıxanda qaldı -1. Sonra nə deyir? X böyükdür i-dən. Xeyr. Yenə xeyir qolu ilə gedirik. i-ni 2 vahid artırıq, olur 12. S də bərabərdir. S plus 2i. 2i, S plus 2x. Üstə gəl, x -1 daxı. 2-yə də vuranda -2. Cavab oldu 4. Düzlüyündən bunun biraz neçə şübhəm var. Mən neynəmişəm burada görən? Bu qədər səhv getdim. Səhvi mən gördüm burada neynəmişəm. Baxın, bu hissiyə sadəcə yox qoluna müraciət elədim. Hansı ki, bütün hallarda müraciət eləməli idim. Yox, bu sualı təzədən yazın. Sualı təzədən yazaq. X-in qiyməti nədir? X-in qiyməti 14-dür də. 14. Bir dənə yuxarıya baxım görüm. Səhv eləməliyəm. X-in qiyməti 14-dür. Yenə eyni şey davam edir. Sadəcə bura müraciət eləməmişdik. Heç bu hissəni nəzərə almadı ki, bu hissədə S-in qiymətini artırır. X-in qiyməti 14-dür. S-in qiyməti 0-dır. S hələ ki bizə lazım deyil. Amma yazaq lazımdır yox. i-nin qiyməti nədir? 1-dir. X böyükdür 0-dan. Şərti yoxladıq. 3-ün çıxdıq, qaldı 11. 11 böyükdür 1-dən. Bəli. Onda i-ni 2 dəfə artırdıq, oldu 2. Onda S bərabərdir 2x. X neçədir? 11. 2-yə vurduq, oldu 22. Bax, bayaq bu hissəni yazmadan getmişdik. Səhvimiz buradaydı. Deməli, 22-ni aldıq, fırlanıb gəlirik dövrün yuxarısına yenə. 11 böyükdür 0-dan. Bəli. Onda 3-ün çıxırıq. Nə qalır? 8. Deməli, yenə x böyükdür i-dən. i-də 2 daxı, bəli. 8 2-dən böyükdür. Ondan neyinirik? i-ni 2 qat artırıq. i olur 4 və 22 üstəgəl nə olur? 16. Sonra fırlanır gəlir x böyük 0-dan. 8-i yenə 3 vahid azaldırıq, olur 5. Ondan sonra 5 oldu. X böyükdür i-dən. i-ni 2 qat artırır, olur 8. S-in də qiyməti nə olur? Üstəgəl 5-in 2 misli 10. Fırlanır gəlir. X böyükdür 0-dan, bəli. Onda 3-ün çıxır, qalır 2. Gəlir, deyir ki, x böyükdür i-dən. Xeyr, artıq böyük deyil. Çünki x-in qiyməti 2-dir, i-nin qiyməti 8-dir. Onda biz yox qolu ilə getsək, i-nin qiymətini 2 vahid artırıq, olur 10. Onda yenə üstə gəl 2x nə eləyir? 4. Sonra gəlirik x böyükdür 0-dan, bəli. Onda 2-dən 3-ün çıxırıq. Nə qalır 2-dən 3-ün çıxanda? -1. -1. X böyükdür i-dən, yox deyirik və i-ni 2 vahid artırıq, olur 12. S-in də üzərinə yenə 2x gəlirik. 2x nədir? -1. Onda elə bax, burada olur çıxaq. 2 olur da, düzdürmü? Fırlanır gəlir. -1 böyükdür 0-dan, xeyir çıxır dövrdən. Və 22 ilə 16 neçə eləyir? 48. Üstə 10 gəlsək. Bağışlayın, 22 ilə 16, 48 nə idi? 38. 10 da əlavə eləsək. 48. 2 də əlavə eləsək, nə olur? 50. Baxaq görək, cavabımızda 50 varmı? Bəli, A variantı olacaq 50. 18-ci sualda cavab nə olur? 50. Keçək 19-cu sualımıza.
2, 4, 5 və 6 rəqəmlərindən istifadə etməklə 2 və 5 rəqəmlərinin təkrarlanmadığı neçə üç rəqəmli ədəd düzəltmək olar. Gəlin bunu bir neçə üsulla yazaq. Daha doğrusu bir neçə üsulla yox, bir neçə hal üçün yazaq. Görək hansı hallar mövcuddur. 3 rəqəmli ədəd deyir. Birinci halda 2, 4, 5, 6 rəqəmlərindən istifadə etməklə 2 və 5 rəqəmləri deyir təkrarlanmasın. Məsələn, fərz edək ki, 2 buradadır. Da 2 burada yazsaq 2-ni. Neçə hal olur burada? Bircə dənə hal. Onda bura nə qaldı? Bura qalır. Hə. Deməli, bax, bura 2-ni yazmışıq, fərz edək. Onda bura nə qalır? Yerdə qaldı, baxın. 4, 5, 6. 3 hal varmı? 3 haldan birini yazıram. Və fərz eləsək ki, məsələn, 5-i burada yazmışdıq. Onda bura yazmırıqsa qalır 2 halımız. Digər hallara baxaq, eyni qaydada. 3-ü bura yazıram. Sadəcə 2-ni sürüşdürürəm də digər xanalara. 2 hissə burada, 2 hal burada və burada isə yenə bir hal. Yəni 2-ni bura yazmış oldum. Üçüncü halımıza baxaq. Üçüncü halda fərz edək ki, biz 2-ni bura yazırıq. Yəni burada bir hal mövcudda sadəcə. Onda bura 3 yazaram, bura 2 yazaram. Neçə hal eləyir bunlar? Baxaq. 6, 6, 6. Toplamda 18 hal düzdür. Və eyni şeyi biz 5 üçün tətbiq eləsək, axı bizdə deyir 2 və 5 üçün tətbiq eləyək. 5 üçün də eyni şeyi tətbiq eləyərik. 18 halda onun üçün olar. Və bir də digər hal var, digər bir halda qalıb hələ. Fərz edirəm ki, nə 5 var, nə də 2 var. Bizə demir hökmən ki, 5 və 2 olsun. Sadəcə deyir 5 və 2 təkrarlanmasın. Yəni digərləri təkrarlana bilər. Digər hansı rəqəmlər? 2 dənə rəqəmimiz var. 4 və 6. Bunlar da təkrarlana bildiyi halda neçə olur? 2 vur 2 vur 2. 8, düzdürmü? 18 üstə gəl 8, üstə gəl 18. Eləyir 44. Deməli, bu şərtləri ödəyən 44 hal mövcuddur. Keçək 20-ci suala. 20-ci sual nə deyir? Riyaziya üzrə aşağıdakı sorğunun nəticəsini hansı yazılar ödəyər? Adı Bir Qalanın Sirri, sonra Ənd, Kinoteatr Dostluq və yaxud da Kinoteatr Nizami. Lövhəni yenə bu hissələri biraz təmizləyək. Sonra keçək növbəti sualımıza. Adı Bir Qalanın Sirri olan hansı yazılar var? 1, sonra 5, yoxdur ki, Bir Qalanın Sirri, bir də 5, Bir Qalanın Sirri. Və deyir ki, ənd, buradan sonra mötərizə var deyə, əndi yazıram. Mötərizənin içinə, deməli, baxaq əlinə. Adı, kinoteatr adı Dostluq olanlar hansılardır? Neçənci yazdı kinoteatr? Dostluq 4, düzdürmü? 4 və 7. Or, kinoteatr adı Nizami. Yəni 1, başqa yoxdur ki, Nizami. Araz, Vətən, Dostluq, Araz. 1. Buradan biz nə nəticə bu hissədən alırıq? 1, 4, 7. Deməli, 1, 5 ilə də ortaqlara baxsaq, ortaq olan yeganə burada 1-dir, baxın. 5 burada var, burada yoxdur. 4 və 7 isə digər tərəfdə var, bu tərəfdə yoxdur. Nə deyir bizdən? Sayını istəyir. Nəticəsini hansı yazılar ödəyir? Bircə 1 ödəyir. Bircə 1 ödəyir. 20-ci sualında. Baxaq 21-ci suala. MS Word-də yaradılmış cədvəllərdə kursorun yerləşdiyi sətrin bir sətr aşağı sətr yerləşdirmək üçün nə seçilməlidir?
Burada şəkillə olduğu üçün bu yetərincə rahatdır. Baxın, kursların dayandığı mövqedə aşağıya ikinci deməli əmr vasitəsilə daxil etmək mümkündür. Qonşuluq matrisində 22-ci sualda deyir ki, qonşuluq matrisində 100 ədəd 1, 69 ədəd 0 olan qrafın neçə dəfəsi var? Burada qrafa heç bir xüsusiyyət, yəni deyək ki, ilgəyi varmı və yaxud istiqamətlənmişdir və yaxud istiqamətlənməmişdir. Heç bir xüsusiyyət qeyd eləmədiyinə görə biz deyirik ki, bu qraf adi qrafdır. Yəni heç bir özəlliyi yoxdur da, yönəldilmiş deyil, ilgəyi yoxdur belə. Baş diaqonala nəzərən adi qrafdır, simmetrikdir. Onda 100 ədəd 0 varsa, bunun diaqonal üzrə ilgəyi yoxdur. 100 ədəd 1-i var, 69 ədəd 0-dır. Toplam neçə dənə xana oldu burada? Yəni bütün xanalar doludur. Ya 0 yazılıb, ya 1 yazılıb. Toplamda 169 dənə xanası oldu mu? 169 dənə xanası. Biz də bilirik ki, sətir və sütunlar necədir? Sətirlərin sayını, deyək ki, sütunların sayını vururuq. Bu da təbii ki, həmişə kvadrat formasında olur da qrafda. Nəyi nəyə vursaq 169 edir? 13-ü 13-ə vursaq. Yəni 13-ün kvadratı 169 edir. Cavab olur 13. Yəni 13 dənə sətri, 13 dənə sütunu var imiş. Bunların 69 ədədində 0 var, 100-ündə isə 1 var. Toplamda eləyir 169. Aha. iPlogo proqramda hazırlanmış təsvirə mətn əlavə etmək üçün nəzərdə tutulmuş kodu seçin. iPlogoda yaz deməli, yaz deyək ki, əmrindən istifadə olunur. Tekst deyil, təkrarlamaların sayıdır, irəli hərəkətdir. Aha, cavab bu variantdır elə. Eninin uzunluğuna nisbəti 3/4 olan qrafik təsvir 128 dpi icazə ilə skan edilib və 256 rəngli bir təsvir kimi yadda saxlanılır. Yaddaşdakı tutumunun 4800 kilobayt olduğunu bilərək, qrafik təsvir ölçüsünü santimetrlə deməli tapın. Biraz lütfən təmizləyək. Nə deyir burada? Eninin uzunluğuna nisbəti. Gəlin bir şəkil çəkək. İndi şəkilimin nə dərəcədə düz olduğuna siz fikir verməyin. Deyir ki, eni bu hissə olsun, uzunluğu bu hissə. 3-ün 4-ə nisbətindədir. Özüm bilərəkdən aralı yazıram bunları. 3-ün 4-ə nisbətindədir. Məsəl üçün, bura 3x-dir. Deyək ki, 3x-dir. Bura 4x-dir. Nə qədər aralı yazmaq istədim, yenə yaxın yazdım. DPI ilə veriləndə nə edirik? Deyirik ki, 3 vurulsun x vurulsun 128, vurulsun 4 vurulsun x, bu da vurulsun yenə 128. Həm eninə, deməli DPI-də, həm eninə, həm də uzunluğa olan nöqtələri ayrı-ayrılıqda DPI ilə deməli hasilini tapırıq. Və 256 rəngli təsvir deyirsə, rəng sayı 256 olan rəng dərinliyi nədir? 2/8. Yəni, rəng dərinliyi buradan 8 alınır. Yaddaşdakı tutumu isə 4800 kilobaytdan da çevirək bunu bitə. Rəng məsələlərdə hər zaman kilobaytda, megabaytda hər hansı ölçü bayt olsa, onu bitə çeviririk. Bunu kalkulyatorla yazıb hesablamaya icazə verirsəniz yaxşı olar. X kvadratı bərabərdir, zarafat edirəm mən. Kalkulyatorla hesablanmağa heç vaxt uşaqlara da icazə vermirəm. 4800 ən azından bacardığımız yerə qədər ixtisar eləyərək getməliyik. Çünki bəzən alınan rəqəmlərdən baş çıxara bilmirik. Kəsir ədədlər bizə olduğu kimi lazım olur, amma orada tamla falan filan çıxar, bizə lazım olmur formada. Aha, x-in kvadratı bərabərdir. 3 vurulsun 4 nə edir? 12. 12, hələ ki vuruq kimi saxlayaq. Bıraq 8 vurulsun. 128, 2/7, 2/7, 2/14. 2/14 qoy bu 8-i buradan sileyim. 2/14. Baxın, 3 vur 4-ü yazdım. 128, 2/7, 2/7 də bu, 2/14, 3 də bu, 2/17. Bunu bəlkə belə yazın. 16 vurulsun, 2/13 kimi yazım elə. Həm bax bu 13-lə bu 13 getsin, 2/13. Qalsın 4800-ün 16-ya və yaxud da 12-yə ixtisar eləyə bilərik.
12 ilə aparaqmı? Nə qalacaq? 4812-yə. Bu düşsün 12 12-yə bir dəfə, 48 12-yə neçə dəfə? 4 dəfə. 400. 400-də bölək 16-ya. 416-ya bölsəm nə düşür? Mən kalkulyatorla hesablayayım burada. Görüm düzmü böldüm. 400 bölək 16 bərabərdir 25, bəli. X kvadratı, onda demək düz gedişdəyim. X kvadratı bərabərdir 25-dir. Onda X də bərabərdir 5-ə. Da mənfini yoxlamıram. Çünki burada ölçü vahidi uzunluğu olaraq mənfi ola bilməz axı. X bərabərdir 5 qiymətini götürürük. Məsələnin hələ ki yarısındayıq. Biraz yuxarını silim, yuxarıdan yazın. X-in qiymətini tapmışıq biz hələ. Gərək şəkil silməyəydim. Qayıdıb yenidən çəkərəm şəkili. Şəklimiz baxın. 3-ün 4-ə nisbətindədir. Bura yazmışam 3x 4x. X neçədir? 5-dir. Onda nə olur bu? 15-in, baxın 15-in 20-yə nisbətində, düzdürmü? 3-ü də vurdum 5-ə, 15, 4-ü də vurdum 5-ə, 20. Deməli, tapmışıq bunu 15-in 5-ə. Amma bu düyümləndir. Bunu santimetrə çevirmək üçün 15-i də vururam. 15-i vururam nəyə? Bir düyüm neçə santimetrdir? 2,54. 2,54-ə vuranda bu eləyir 38,1 santimetr. Sonra 20-ni də vururam 2,54-ə. Bu da eləyir neçə? 50,8 santimetr. Kalkulyatorla mən burada hesablayıb yazıram. Aha. Mən elədim, siz eləməyin. 50,8. 38,1-in 50,8-ə nisbəti. Baxın bu formada. 25-ci sual. 25-ci sualımız da yenə nəzəri sualdır. Lövhəmiz görək, biraz təmizlənirmi? Bu qədər təmizlədik. Deməli, nədir? 1, 2, 3, 4 qeyd elədik. Bir nədir? Oldu. Ol nədir? Ol nömrələnmiş siyahı deməkdir. Ordered list. Onda 1-ə yazıram bu. 2 nədir? Ul. Ul nədir? Unordered list sözünün baş hərflərindən. Ula nə yazım? İşarələnmiş siyahı 2-yə A olsun. 3-də nədir? Table row, yəni cədvəlin sətri 3-ə C. 4-də nə deyir? Li, siyahının elementi olur bu. Deməli, li, siyahının elementi BACD. BACD bu variantındadır. Bəli. Keçək 26-cı sualımıza. Def, deməli, func funksiyası təyin edilib, x-in qiymətini aşağıda verib, y-in də qiymətini. X-ə 3, y-ə 4 verib. Ancaq burada funksiyanın tərkibində y-in özünün ayrıca qiyməti var, 10 olar, 10. Onda da biz bu qiyməti nəzərə almırıq. Baxın, bunu nəzərə almırıq. X-ə 3 götürüb, deməli, 4-ü nəzərə almırıq da, y-in burada yeni qiyməti var. X-ə 3, y-ə 4 götürsək, x-in 3 qiymətində, y-in də 4 qiymətində, bağışlayın, y-in 10 qiymətində, x vurulsun y, 3, x-in 3 qiyməti vurulsun 10. 30 bu qədər sadə bir sual. Yaddaş qurğuları sürətinin azalma ardıcıllığı ilə hansı variantda düzgün göstərilir? Yaddaş qurğuları sürətinin azalma ardıcıllığı. Birinci başlayır registr yaddaş, ən sürətli və həcmi ən kiçik olan. İkinci, həcmcə nisbətən registrdən böyük, sürətcə ondan kiçik olan keş yaddaş. Üçüncü RAM və sonra isə gəlir HDD, ümumiyyətlə xarici yaddaşlar. Bilir ki, daxil yaddaşlarda sürətcə zəifdir. A variantda keşdən başlayır, səhvdir. Düzgün cavabımız B variantıdır. Registr keş HDD azalma deyirsə, bəli. Sonra HDD-dən başlayır, ümumiyyətlə sonrasına baxmadan elə buradan səhv olduğunu görürük. Düzgün cavabımız B variantıdır. Müzakirə ediləcək bir şey yoxdur. Belə deyək, əzbərçi sualdır. B2 xanasında yazılan düstur B2 D4 diapazonunda olan hər bir xanaya köçürdükdə D5 xanasında alınacaq nəticəni müəyyən edin. Sual öz-özünə asan sualdır. Sadəcə biraz
Limiti vaxt ala bilər. O da uzun vaxt deyil, yəni sadə sualdır. Biraz lüfəni yenə təkrar təmizləyib başlayaq suala. Düzey xanaların adlarını burayla düzək. Fərqlənsin. Bizə nə lazımdır? B2 D4 diapazonda nə var? B2 D4 diapazonda var bu hissə, eləmi? Nə çoxdur? Tam B2 B4. B2 B3 B4. C2 C3 C4. D2 D3 D4. Təzədən bunları da cəmləyəcəyik. Yazaq da yazaq. Düsturları sürüşdürməliyik burada əvvəlcə. Gəlin bir düsturun sürüşdürməsinə bu kənar hissədə burada bir yer ayırın, burada baxaq. Baxın, məsəl üçün bir dənə nümunə göstərim. Deyirəm ki, düstur B2-dədir, düzdürmü? B2-də verilib. Məsəl üçün keçirəm bunu, indi hal-hazırda keçəcəm B3 xanasına da düzdür. B3 üçün elə bu nümunə üçün yazaq. Sütun üzrə dəyişmə var. Məsələn, deyək ki, buna çıxma yazdım. Fərqi olmur, B3 çıx B2 və yaxud B2 çıx B3. Əsas bunun məntiqini anlayırıq da. B-dən B-sini çıxaram, qalır 0. Demək ki, sütun üzrə dəyişmə yoxdur. Yəni, sütun adı dəyişməyəcək. 2-dən 3-ə keçəndə burada -1 alınır, amma mən müsbət 1 yazacağım. Niyə müsbət 1 yazacağım? Gəlin buna baxaq. Baxın, B2-dən B3-ə keçirsə, bu irəli addımlayır. Geri qaydanda biz mənfi ilə yazırıq. İrəli addımlayanda yazmırıq. Onda yaxşı. A dollar 1. A-nın qiyməti dəyişməyəcəkdir, sütun adı. Sətir adı isə nədir? Onsuz da dəyişmir. Qarşısında dollar işarəsi var. Orada yaza bilmirik biz. Keçək, öz lövhəmizdə yazaq. B3 xanasının qiymətini hesablayaq. B3-ün qiyməti A1 plus B2. A1, baxın A1 da dollar işarəsini yazmayıb icazə verin. Üstə gəl. B dəyişmir də onsuz da dollar olsa da olmasa da buradakı qaydaya görə. Ancaq bir vahid irəli getdi oldu 2. A1 plus B2. A1-in qiyməti 1-dir. B2-nin qiymətini hələ biz hesablamalıyıq. Gərək mən birinci B2-nin qiymətini hesablayardım. B2-ni buradan yazım da. Oradan pis olar. Qoy B2-ni fərqli rənglə yazım. B2 bərabərdir. A1 plus B1, yəni 3. Düzdürmü? B2-nin qiyməti oldu 3. Aha, onda biz bura nə yazacağıq? A1, 1, üstə gəl 3, bərabərdir 4. Bəri başdan deyim, özümü sığortalayım. Səhv eləsəm geri qayıtmayacam. Çünki mexaniki səhv ola bilər də burada. B4-də A1 dəyişmir. Bərabərdir. Yenə A1 olaraq qalır. Üstə gəl. Deməli, burada oldu B2. Burada düşəndə olur B3. B3. A1-in qiyməti nədir? A1-in qiyməti 1-dir. B3-ün qiyməti isə 4-dür. 4 ilə 1-i cəmləsək olur 5. Sonra gəlirəm C2-ni yazıram, düzdürmü? C2. C2 üçün təzədən bir də tətbiq eləyək. B2-dən keçir C2-yə. Gördüyümüz kimi sütun üzrə dəyişmə 1 vahiddir, sətir üzrə isə 0-dır. Yəni, baxın, soldan sağa getdikdə sütun adı dəyişir, sətir adı isə dəyişmir. İndi burada A1 şəklində olan düstur C2 xanasına gələndə nə formaya düşür? A1 çevrilir olur B1. Onsuz da bunun qarşısında dollar işarəsi var, dəyişməyəcəkdir. Burada da dəyişməyə ehtiyac qalmalı deyə dəyişmir. Yəni, 2 qat haqlı çıxdı da bu. Burada sütun adı dəyişəcəkdir, dəyişə bilmir. B1. B1 plus B1. B1-imiz nədir? 1-dir, bu da olsun 2. 1 üstə gəl, 1, 2. Gəlin C3-ü yazım. Bir vahid aşağı inəcəkdir də. B1. Burada dollar işarəsi var, bu dəyişmir. Bu qalır B, dollar 1. Üstə gəl. Burada da dollar işarəsi B-nin qarşısındadır. Ancaq bu olur 2 dəyişir. B1-in qiyməti 1-dir. B2-nin qiyməti 3-dür. Cavab eləyir 4. Nə qədər yazacağım hələ? C4 bərabərdir.
B dollar 1, B dollar 1. Üstə gəl dollar B3. Yenə B3'ümüz hanı? B3. B3'ün qiymətini burada yazmışıq. Hanı B3? Hadi. 4. 4'tü, 4'tü. Üstə gəl 1. 5 mi elədi o da? 1, 5 yox, 6. Niyə? Baxın. B1 istəyir burada. B1 3'dür. Onda burada da səhv eləmişəm. Böyük ehtimal ki. B2'nin qiyməti neçədir? 3'dür. Hə, B1'in də qiyməti 2'dirsə, burada 5 olmalıymış. 5, bu da 6. Aha, buradan da qurtardıq. Qaldı bir dənə D xanaları. Sual çətin deyil, amma çox mərhələli sual da deyək ki. Ona görə biraz sevilməyən sual tipi ola bilər. D2 xanasını hesablayaq. D2'nin qiyməti bərabərdir. Gəlin D2 üçün buradan yazaq düsturu. B2'dən keçir hara D2'yə. 2 addım, 0 addım. A1 A xanası 2 addım irəli getsə A istinadı A, B, C olur. C dollar 1. Üstə gəl dollar B, sətr üzrə dəyişmə 0 daxil. Dollar B 1 olaraq qaldı bu. Baxın, buradan sürüşdürüldü bura. Yəni sətr dəyişmədi. Onda C1'in qiyməti nədir? C1'in qiyməti 3'dür. Hə, qaldığımız yerdən davam edək. Deməli, harada qaldıq? Ay Allah. Möhkəm külək əsir, inşallah işığı sönməz. D2'nin qiymətini hesablayırdıq. Hə, C1'də 3'dür. Baxın, C1'də 3'dürmü? 3 üstə gəl B1. Fikrimi getdi küləyə. C1 3 üstə gəl B1 2. Cavab eləyir burada da 5. Bütün bunları biz qayda toplayacağıq təkrarla. Onda D3'ün qiyməti bərabərdir. C dollar 1 üstə gəl dollar B2. Çünki yuxarıdan aşağı düşür. Baxın, bu hissədən enir bu hissəyə. Bərabərdir. C1'in qiyməti 3'dür. B2'nin qiymətini burada yazmışıq. 3'dür. Eləyir 6. 6. Gələk sonuncu. D4'ün qiymətinə. Bu nə qədər vaxtımız apardı? İmtihanda belə suallar olur. D4'ün qiyməti yenə C1 yazım artıq. Bunu üstə gəl B3 yazım. C1'in qiyməti yenə 3'dür. Düzdür. B3'ün qiyməti isə B3'ün qiyməti 4 idi. 3 ilə 4, 7. Bunları hesablayandan sonra bizdən nə cavab alınır? Mən sizə deyim, buradan nəticə olaraq 45 cavabı çıxmış olmalıdır. Cavab olaraq 45 çıxmış olmalıdır. Bunu mən hesablamayım bir də. İşıqlar sönməmiş bu güclü küləkdə mütləq ki sönəcək. Yekunlaşdırım. 45. 29'da nə deyir? 7 bərabərdir 7.0-a. 29'da. Bəli, 7 7.0-a bərabərdir. Onda A-nı yazırıq. Buradan yazımda A-nı çap edeyim. A-nı çap eləyir. Sonra düşür. 7 böyükdür 7.0-dan. Xeyr. Onda keçib növbəti ifə. 7 kiçikdir 8-dən. Bəli, C-ni də çap eləyir. C-ni də çap eləyir. Gəlir deyir ki, 8 böyükdür 8 0-dan. Xeyr. Keçir bunun LC-sinə Y-ni çap edir. Cavab olur nə? A, C, E. Cavabımız olur A, C, E.
Sonraki növbəti sualımıza 30-cu sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nəticəni müəyyən edin. Info mail row. Find nöqtə nə deyir? Nöqtəni tap. T'nin qiyməti olur neçə? 0. Qoy yazım da var. Mən info mail row yazım. Info mail nöqtə row. Baba gəlir burada tapır. Düzdür. İndeksi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Düzdür. Tapdı. Aha. Deməli, T'nin qiyməti nə olur burada? T olur 4. T bərabərdir 4-ə. Baxın, nöqtəni 4-də tapır. Find tapdığı, deməli, elementin indeksini qaytarır bizə. K bərabərdir M, find 4, deməli, find nöqtə. İndi bu səfər deyək ki, baba, bu hissəyə baxın, bu hissədə. Nöqtəni T plus 1-dən len M-ə qədər ərazidə axtar. Yəni, baba, bu hissədə axtar deyir. T plus 1-dən sona qədər olan hissədə. Və burada gəlib tapırıq harada? 9-da. Düzdürmü? Bu yazılış təzədən bizə bu formanı alır. M, deməli, 9-dan sona qədər. 9-dan sona qədər nə olur? Nöqtə row olacaq cavab. E variantı. 31 nömrəli suala 0, 5 və 9 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif üç rəqəmlə də düzəltmək olar? Baxın, rahat sualdır. 3 dənə rəqəm var və rəqəmlər təkrarlanmayan deyirmi? Bəli. Bizim əlimizdə olan rəqəmlər 0-dır, 5-dir, 9-dur. Məlumdur ki, birinci xanaya biz 0-ı yaza bilmərik. 5 və 9 rəqəmlərindən ikisindən birini yazıram. Baxın, burada açıqlama kimi yazım da 0, 5, 9. Bax, bu ikisindən birini yazdım buraya. Düzdürmü? İndi fərz ilə ki, 5-i yazmışam bura. İndi növbəti xanaya keçəndə artıq 5-dən istifadə eləmirəm. Yenə 2 rəqəm qalıbmı məndə? Bəli. Ya 0 yaza bilərəm, ya 9 yaza bilərəm. Yazıram 2 hal. Məsəl üçün, deyək ki, burada 0 yazmışdıq. Cəmi bir halımız qaldı. Yazırıq bura 2 vur 2, 4. Cavab B variantı. Gedirik növbəti suala. Qovluğun ümumi həcmi 10 megabaytdır. Biraz da bu formada silək suallarımızı. Bu qədər sildik yetərlidir. Qovluğun ümumi həcmi 10 megabaytdır. Yazın bura 10 megabayt. Qalanların buradan çıxaq. 10 megabayt çıxaq. 1024 kilobayt mətn faylı. 1024 kilobaytımız elə 1 megabaytdır da. Yazın. Çıxaq. Sonra 2048 kilobayt video fayl. Elə bu da nədir? 2 megabaytdır da. 2 megabayt. Və çıxaq 512 kilobayt. 512 kilobaytımızda 0,5 megabayt. Toplam neçə eləyir? 2, 3, 3,5. Ondan 3,5-ini çıxsaq bərabər olur 6,5 megabayt. 6,5 megabayt C variantı. Sonra Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin görək, əvvəlcə bu sual nə deyir bizə? B siyahısı verilib. 8, 2, 8, 3 siyahını yazaq bura. B bərabərdir. Ədədlərdən ibarət siyahıdır. 8, 2, 8, 3, 7, 8, 5 və 2 rəqəmləri daxil edilir. For in range 0-dan len B-yə qədər. Yəni, siyahının elementlərinə ardıcıl müraciət olunur. Deyək ki, if B-i bərabərdir maksimum B. Yəni, i elementi 8, 2, 8 istənilən elementə bir-bir müraciət edəndə baxılan element siyahının maksimum elementidirsə, onu minimuma çevirir. Baxıram, müraciət edirəm 8-ə. 8 siyahının maksimum elementidir. Bəli, onda onu 2-yə çeviririk. Baxın, burada deyir, B-i bərabərdir minimum B. Sonra keçirəm növbəti elementə. 2 siyahının maksimum elementidir. Xeyr, olduğu kimi qalır. Növbəti 8 siyahının maksimum elementidir.
hal-hazırki vəziyyətdə bəli. Onda onu da 2-yə çevirirəm. 3 olduğu kimi qalır, çünki siyahının maksimum elementi deyil. 7 olduğu kimi qalır, çünki siyahının maksimum elementi deyil. Baxıram 8-ə, siyahının maksimum elementi də bəli. Çevirirəm 2-yə, 5 olduğu kimi qalır. 2 də olduğu kimi qalır. Mən biraz gözəl yazmalım yazını. 2, 2, 2, 3, 7, 5, 3, 7, 2, 5, 2 D variantı. 34-cü suala baxaq. Deməli, nə deyir burada? fx fan adlı funksiya təyin edilib x və y arqumentləri üçün. Müraciət edilir, baxın bu hissədən 3 və 2 qiymətlərin x-ə 3, f yazaq da funksiyanın adını elə. 3, y-ə isə 2 qiymətini alır. Neynir burada? Deyir ki, x böyük bərabərdir y-dən. Bəli, onda x-ə alır, x-ə alır. 3, x-in qiyməti 3 daxil çıxaq, 2y, 2y, 4, 2-ni 2-yə vuruq, eləyir 4. Bərabərdir, x aldıq, mənfi 1. Gəlir returnə. Return deyir ki, x plus y. Y neçədir? 2-dir. 2 üstə gəl, mənfi 1 nə eləyir? 1 olur. Deməli, baxın, biz bu hissə üçün aldıq 1. Yəni, növbəti mərhələdə hesablayırıq f 1, deməli, y-in isə yeni qiyməti 4. Bu hissədən aldığımız qiyməti bir də başdan izah edeyim, ürəyimə yatmadı bu izah. Deməli, x-in 3, y-in 2 qiymətini qoyduq yerə, bax, bu hissədə yazdım. Gəlirəm, baxıram şərtə. Şərtə baxıram. Şərtdə nə deyir? X böyük bərabərdir y-dən, bəli, 3, 2-dən böyük. Onda bu ifadəni yerinə yetirir. Burada yazdığım. X bərabərdir, 3 çıxılsın 2y, eləyir mənfi 1. Sonra düşür returnə. Return deyir ki, x plus y. X-imiz nə oldu? Mənfi 1. Y-imiz nədir? 2-dir. 2 ilə mənfi 1-i topladı, elədi 1. Həmin aldığı bu 1-i, baxın, gətirir, qoyur bu da fan 3, 2-nin yerinə. Olur, indi yazmağa davam edeyim. Olur 1 və deməli, digər y arqumentini 4 verirdi. Gəlib yoxlayırıq. X böyükdür y-dən. Yəni, demək istəyir ki, 1 böyükdür 4-dən. Xeyr, onda keçirik LC hissəsinə. LC-də nəyi hesablayırıq? Y bərabərdir. Y üstəgəl, y-imiz nədir? 1, üstəgəl 2x. Bir nə idi? Bağışlayın, 4. Y bərabərdir, y üstəgəl, y neçədir burada? Baxın, y 4-dür. 4 üstəgəl 2x, x neçədir? 1-dir. 2-yə vuranda eləyir 2. 4 üstəgəl 2, 6. Y-imizin qiyməti 6-dır, x-imizin isə qiyməti dəyişmədi bu halda 1-dir. 6 ilə də 1 cəmləyirik, baxın, returnə yenə. Eləyir cavab nə? 7. Gəlir 35-ci sualımıza. 16-nın üstü 8, üstəgəl 2 üstü 20 ifadəsinin qiymətinin ikili say sistemində yazılarsa deyir ki, lütfən təmizləyim. Daha böyük yoxdur mu? Yazaq buna. Görək nə cür işləyirik. 16-nın üstü 8. 16 üstü 8, üstəgəl 2 üstü 20, üstəgəl 12 ifadəsinin qiyməti ikilik say sistemində yazılarsa deyir, neçə ədəd sıfır olar? 16-nın üstü 8, 2 üstü neçədir? 32 düzdürmü? 32. Üstəgəl 2 üstü 20. Üstəgəl 12-ni çevirim yazımda 1, 1, 0, 0 doğrudurmu? 1, 2, 4, 8, ikili say sistemindədir bu artıq. Bərabərdir. Baxın, 2 üstü 32, 1, yanında da 32 dənə 0 deməkdir də. Sonra 2 üstü 20, məsələn, deyək ki, buralarda bir yerdə olsun, məsəl üçün yazaq belə. 1, yanında 20 dənə 0 deməkdir, düzdürmü? Sonra 12-ni də bu cür yazarıq. 0, 0, 1, 1, düzdür. Burada neçə 0 var? 32 dənə, bax, 32 dənə 0 var bu hissədə. Bir dənə 1 buradan gedir, 2 dənə 1 buradan.
Yəni 32-dən çıxırıq 3-ü. Baxın, toplananda birlərlə toplanır da. Nə qalır? 29. Cavabımız olacaq 29. Keçək 36-cı suala. Düzgün IP ünvanın ardıcıllığını göstərməliyik. Rahat sualdır. Görək nə alınır. Birbaşa variantlara baxarıq. Variantlarla işləyək. 36-cı sualda. Ən rahat yolu elə odur. Məsələn, baxaq A variantına. A variantı düzgün olmasa keçib baxarıq B variantına. Deyir ki, Z. Z-də nə yazılıqdır? 21. Olduğu kimi yazırıq. Z-in ardınca nə gəlir? X. Yəni 3.09. Düzmü yazıram? Y. Y 5. 5-dən sonra nöqtə qoyur. Yazır 151. Sonra T-nə də nöqtə 43. IP ünvan, doğru IP-in ünvan ardıcıllığında 4 aktetdən ibarət olmalıdır və bu aktetlər isə 255-i aşmayan rəqəmlər olmalıdır. Baxaq görək 213, 095, 151, 43, 1, 2, 3, 4 aktetdən ibarətdir və heç birisi də 255-i aşmır. Nə yaxşı ki, cavabımız A variantı alındı elə. Simp.com serverində yerləşən edu.txt faylına əsasən deməli, kodları ardıcıllıqla düzün. 37-ci sualımızda. Suala baxanda bu hissəni təmizləyim, görək yazmağa ehtiyac varsa yazarıq, ehtiyac olmasa kifayət gedərik. Deməli, nə deyir? Edu.txt faylı varsa, edu.txt mən bilərəm ki, sonluq nə cür qutar? Baxın, sondan başlayayım. Edu neçədir? 7 elə. Text neçədir? 3. Sonu 7 ardınca 3 gələn halla bitməlidir. Bu B variantında doğrudur. Baxın, sonu 7 və 3 ilə bitməlidir. B variantında doğrudur. Başqa elə variant yoxdur. Çünki fayl adı həmişə ən sonda gəlir də. İndi gəlin B variantına baxaq da, çox uzun getmək istəmirəm. Birinci nə ilə başlamalıdır həmişə? HTTP ilə başlayır. Yazılış qaydası nə cürdür? Deməli, HTTP deyək ki, TP, sonra qoşa nöqtə və qoşa slash, ardınca bir nədir? Simp. Bizə deyir ki, simp.com, simp deyilsə, .com deyilsə, simp 1-dədir. .com-da rəqəm nə yazdım? Simp.com, buranı sileyim. Simp.com, ardınca nə gəlir? Slash, sonra da gəlir edu.txt. Cavab olur bu variantı. Yəni biz burada əsas diqqət yetiririk. Deməli, simp.com-da dedirsə, deməli yerləşəcək faylımız yerləşəcək qovluğumuz simp.com-dur. Faylımızın adı edu.txt isə həmişə faylın adı ən sonuncu gəlir və ümumiyyətlə də deməli ünvan, URL ünvan kimi baxırıqsa HTTP ilə başlamalıdır. Rəqəmləri yerinə yazdıq da. B variantı alırıq. 38-ci sualda IP-logo proqramlaşma mühitində düzgün 8 bucaqlı çəkmək üçün proqramda hansı komanda buraxılıb? Deyir, təkrarla 8 dəfə. Burada qayda nətərdir? Deməli, 360 bölünsün 8. Bizə verir neçəni? 45. Yəni, dönmə bucağını, deməli, bucaqların sayına vuranda biz 360 almalıyıq. Burada da 45 olan hal yaxşı ki, bizə də A variantındadır. Sağa və yaxud sola 45 dərəcə dönərək şəkil çəkməklə davam eləyir. Keçək 39-cu sualımıza. Aşağıda verilmiş məntiqi ifadədə deyir ki, nəticənin 0 olması üçün hansı variant doğru olmalıdır da qısası? İndi burada baxın, variantlara baxanda bu sualların hamısını elədik. Variantlara baxanda tutmaq olur cavabı.
Ancaq yenə də baxaq. Necə tutmaq olur cavabı? Baxın, x kiçik variantlara baxaq. 7-dir, 8-dir, 9-dur. Hamısı 5-dən, 6-dan, 4-dən böyükdür. Bir dənə burada açar məqam baxın, 5-in özüdür. 5 5-dən böyük bərabər deyil. Demək ki, məsələ burada olacaq. Gəlin, məsələn, bir dənə 9-u qoyub yoxlayacağam. Ardınca birbaşa 5-i qoyub yoxlayaram. 9 qoysam, 9 kiçikdir 4-dən. Yox, onda yazıram bura 0 məsələn, 0. 0 yazdım mı? And-də bilirik ki, bərabərliyin həm sol tərəfi, həm də sağ tərəfi eyni zamanda doğru olmalıdır. 9 qoymuşam. 9 böyükdür 6-dan. Yox, bu hissədə oldu 0. Aha. 0 və 0 bizə nə qaytarır? 0 qiymətini qaytarır. Və burada da deyir ki, or nədir? Or birləşmədir də. 9 böyükdür 5-dən. Bəli, onda bura 1 yazırıq. 0 və 1-in birləşməsi bizə məntiqi toplama əməli 1 qiymətini qaytarır. Bizdən isə 0 istəyir. İndi gəlin, deməli 9-da, 8-də, 7-də eyni nəticəni alacaq hər dəfə. Gəlin 5 qiymətini qoyaq, yoxlayaq. 5 kiçikdir 4-dən. Yox, yazdım 0. Kəsişdirirəm. 5 kiçikdir, nədir? 5 böyükdür 6-dan. Yox. Yenə 0 yazıram. Burada nəticə olaraq 0 alınacaqdır. Keçirəm or. Yeri gəlmişkən, mötərizə falan filan yoxdursa, onda biz birinci, deməli, məntiqi vurma, sonra məntiqi toplama əməliyyatını yerinə yetiririk. Ancaq mötərizə olarsa vəziyyət dəyişə bilər. Birləşsin. 5 böyükdür 5-dən. Yox, 0 aldıq. 0 birləşsin 0 bizə verir elə 0 qiymətini. Cavab C variantı oldu. Faylın həcmi 302 kilobayt olarsa, onun diskdə tutduğu yeri müəyyən edin. Əvvəlcə nə edəcəyik? 302-ni deməli, sualda əskiklik var. Bilirsiniz əskiklik nədir? Sualı yazanda yarımçaq yazmışam. Deməli, klasterin ölçüsü 4 kilobayt götürülməlidir burada. O cümlədə o hissə yazılmayıbdır. Klasterin ölçüsü burada mötərizə 4 kilobayt olduğu qeyd olunmalı idi. Ona görə avtomatik başladım suala və gördüm ki, başlayandan sonra yoxdur. Yenə də bunu düz kimi qəbul edin də, niyyətlə bir səhv etmişik. 302 4-ə bölünürmü? Neçə dəfə düşür? 7 dəfə 4-üm 28. 2 gəlir, 2 gəlir yanına. Neçə dəfə düşür? 5 dəfə. 5 dəfə 4-üm 20. 2 qalıq qalır. Bayaq demişdik ya, qalıq qalıdsa, qalığın 1, 2, 3 olmasından asılı olmayaraq üzərinə 1 əlavə edəcəm. Eləyir 76. Həmin 76-nı qaytarım vurum 4-ə. 4 dəfə aldım 24. 24 yazsam 2 yadda, 4 yazdım 2 yadda. 4 dəfə 7 28, 2 də yadda 30. Deməli, orijinal həcm 302 olmasına baxmayaraq, həcmi 4 kilobayt olan klasterdə faylın yaddaşda tutduğu yer 304 kilobayt olur. İnformasiya hansı yaddaşda emal olunur? Bu registr yaddaşdır. Registr deməli prosesorun daxili yaddaşıdır. İnformasiya registr yaddaşda emal olunur. 42-ci sual. Tutumu 8 kilobayt olan klasterə tutumu 3 kilobayt olan neçə fayl yerləşdirmək olar? 42-ci sualda. Deməli, tutumu 42-ci sualda 8 kilobayt olan klasterə. Bax, burada fayl demir ha. Məsələn, deyək ki, 8 kilobayt olan qovluğa 3 kilobaytlıq faylda, məsəl üçün deyirəm, neçəsini yerləşdirə bilərik biz ikisini. Klasteri burada vurğulamaqdan məqsəd ondan ibarətdir ki, yəni biz bilirik ki, klasterin hərəsində bircə dəfə yazılır fayl. Dolsa da, yarımçıq olsa da. Ona görə də cavabı götürürük B variantı. Klasterin ölçüsündən asılı olmayaraq bircə dəfə yazıla bilir. Və sonra artıq deməli əməliyyat sistemi özü nizamlayır. Nə deyir bizdə 43-cü sualda? A, AC, AA, ABC və AB deməli hərflərdən ibarət siyahı verilibdir. A nöqtə sort nə deməkdir? A-nı sırala. Sıralayana nə cür olacaq? A, bağışlayın. Təmizi biraz təmizləyək. Yazaq. A, ondan sonra AA, AA, B,
Yox. Burada A-nın birini artıq yazdım. Deməli, A-nı yazdım. A-nı yazdım. Keçib yazacağım AB-ni. AB. Deməli, A getdi, A getdi, AB getdi. Sırada gəlir A, B, C və gəlir AC. Nəyə əsasən gedir? Əlifbadakı yerləşmə yerinə görə. Əvvəl yazılanın, deməli, ASCII kod cədvəlinə görə sıra nömrəsi ilə əvvəl gəlir. Reverse deyir, bunu tamamən tərsinə AC, ABC, AB, AA deyə sırala və tək A-nın, bax, bunun indeksini qaytar deyir. Biz bunu 0, 1, 2, 3 desək, bu onun indeksi olacaq. 42-ci sualda cavab olacaq. Nə? 4. 40 yox, 43-cü sualda. 4. Yəni A variantı. Yəqin aydın oldu. Deməli, sıraladı bunu sortla azdan çoxa doğru. Sonra tərsinə çevirdi. Tərsinə çevirəndə bildik ki, sondan əvvələ doğru indeksləyərəm. Deyib, yox, çevirib yazmayayım. 0, 1, 2, 3, 4-cü element olur. Gələk 44-cü suala. 44-cü sual, deməli, Venn diaqramı ilə yazaq bunu. Əməli Venn diaqramıdır. Orada, deməli, həm aydın başa düşülür elə yazanda, həm də səhv eləmək ehtimalı olmur. Başqa üsulla da yazmaq olar. Ancaq ən yaxşısı Venn diaqramıdır. Görək, diaqramın dairələrini çəkə bilirikmi? Aha. Yazaq bura nə? Yazaq bura D. Yazaq bura Q. Yazaq bura K. İndi bizə nə deyir? Baxın, o üçünün ortağı olanda biz həmişə oradan başlayırıq. Amma yoxdursa, deməli, başlaya biləcəyimiz ədlərdən başlayırıq. Baxın, bu hissəyə bir dənə baxaq. Q and K, Q and K, Q və K sıfırdır, düzdür. Bu hissə sıfırdırsa, ikisinin ortağı yoxdursa, bax, indi burada sıfırdır. Heç üçünün də ortağı olmayacaqdır. Onda bununla bunun ortağı yoxdursa, yəni 3 ortaqlıq alınmır burada. Yaxşı, D and K varmı? D and K 120. Bax, buraya yazıram 120. 120 yazdım. Sonra Q and K-mız var. Q and K neçədir? Mən Q and K sıfırdır. Ayrı nə qalır burada? D and K var. D, K. Nəyi səhv yerə yazdım mən? Yerlərini səhv yazdım. Bax, burada bunu buraya yazmalı deyildim. Yuxarı yazmalıydım. Bir dənə onu silim, təzədən yazdım. Deməli, biraz gözəl, daha gözəl çəkməyəcək. Böyük olsun ki, rahat yazı yaza bilək. Nə yazıram? Buraya yazıram. D. Bura olsun, deyək ki, Q məsəl üçün. Burada olsun K. Burada 0 idi. Q and D. Bu hissədir 120. Mən aşağı yazmışdım onu. Dəqiq baxım. Q and D 120. Sonra Q and K 0'dır yazdım. D and Q. D və Q-nun da qiyməti 130'dur. 130. Bizdən istəyir K and not D. K olsun, amma onun içərisində D. Bu hissəni çıxaq da deyir. D-dən orada element olmasın. Düzdürmü? Bunları da paylaşaq. 130, 120, 150 elədi mi burada? İkisinin ortağı 150 var. D 400'dür. 400'dən çıxıram 150'si. Qalır nə? Qalır 400'dən çıxıram 150'si. 150 yox. 250. Bura qalır. Nə yazmışam bura? Deməli, bu hissəyə qalır 150. Düzdürmü? 150.
Bəs Q-yə nə qalır? 120-si buradadır, 300 idi. Burada qalır 180. İndi baxın, bunun hamısının deməli, birləşməsi bizə verib 700. Düzdürmü? 700-dən bunların hamısını biz çıxsaq, yerdə qalan cavab K-ya qalacaq. Sadəcə hamısını çıxaraq. Deməli, təkrarlanmalar burada ləğv olandan sonra 700 çıxaq. 180 çıxaq 120. Neçə edir? 300. Birbaşa yazım da. 180 ilə 120 ilə 300. 150 ilə də 130 nə edir? 150 ilə 130. 280. Bərabərdir. 700-dən çıxırıq 580-dən qalır 120. Deməli, buranın cavabı 120-dir. 120. K olsun, amma içində D olmasın, cavab olur 120 B variantı. Gələk 45-ə. 20 səhifəli sənədin 17-ci səhifəsində olduqda qoltuq pəncərəsində plus 15 yazılıb. Enter düyməsi sıxılarsa, hansı səhifəyə deyil keçid edər? 20 səhifəli sənədin 17-ci səhifəsində plus 15 yazsaq, baxın, sənədin cəmsi 20 səhifəsi var və 17-ci səhifədə 15 yazır. Bu 20-ci səhifədə dayanır da, onsuz da gedəcək başqa yeri yoxdur ki, oradan irəli hara gedə bilər ki? Gəldik 46-cı suala. Aşağıdakılardan hansı Corel Draw proqramının fayl uzantısıdır? C, D, R. Baş hərfləri C, D, D, R-dir. 47 deyir, 45 müxtəlif simvolu kodlaşdırmaq üçün ən az neçə bit yaddaşa ehtiyac var? Həmin o məşhur sual budur. Bu tip sualdan həmişə düşür. 45 müxtəlif simvolu kodlaşdırmaq üçün bizə ən azı, məsələn, bunu öyrəndən sonra onsuz da yəqin ki, bütün müəllimlər əzbər bilir. Amma yenə də onlar da unudanlar çox xatırlada bilər. 45 2-nin hansı qüvvətinə yaxındır? 64-ə. Götürüb bunu 64. 64-də n bərabərdir 2-nin üstü i. Hartley düsturuna görə i burada neçə bitdir? 6 bitdir. Deməli, bir simvolun həcmi 6 bitdir. Ümumiyyətlə, deməli, Hartley düsturuna toxunmaq üçün yazdım buna. 64 simvolu kodlaşdırmaq üçün bizə 6 bit lazımdır. Əli evinə televizor almaq istəyir. Ölçüsü külək getdikcə şiddətlənir. Son 3 suala yazım, inşallah şübhələnməmiş. Əli evinə televizor almaq istəyir. Divarın ölçüsü, bura bir deyək ki, divar çəkək. TV stendi çəkək də bura. Ölçüsü 120-nin 150 santimetr ölçüsündədir. Deməli, divarın ölçüsü bu qədərdirsə, burada deməli, televizor el olmalıdır ki, bu məsələn bu formada deyək ki, TV stenddən balaca olmalıdır. Televizorumuz infak keçirdi. TV stendi verib televizor soruşanda, indi irəliki mərhələdə deyəcəm. Deməli, bir vahid kiçik və yaxud da 0.1 də olsa kiçiyin götürürük. Yox, əgər televizor verib stendi soruşsa, qiyməti 1 vahid və yaxud da, məsəl üçün deyirəm, 66.8 alınsa 70 götürürük. 1 vahid və yaxud da kəsrədə də olsa, kəsr qədər artırırıq. İndi deyir ki, 120 burada, 150 burada. Neyinirik? Diaqonalını tapırıq. Deməli, 120 ilə 150-nin diaqonal ölçüsü neçə olacaq? 120-nin kvadratı, 120-nin kvadratı üstəgəl 150-nin kvadratı. Nə edir burada? Bu eləyir, bu eləyir. 14.400 üstəgəl 22.500 düz deyirəm. Bərabərdir. 0, 0, 9, 6, 36.900. Bundan da kvadrat kök çıxanda, buradan kvadrat kök deyim də, mən 192 çıxır. Biraz çox əcaib rəqəmdir. Nə idi əcaib olan? Belə də əcaib bir şey yoxdur. Sadəcə 36.900-dən kvadrat kök ala bilmək orada biraz çətindir də belə deyək. 192-ni düyümlə ifadə eləmək üçün bölürük 2,54-ə. Buradan da, oradan da. Bir kalkulyatorda bunu bölüm deyim də mən.
192 bölən neçəyə? 2.54. Aha, 75 tam. Baxın, belə deyim də. 75 tam 5, nə bilim bu formada gedir. 75,5 alınır. Bizim burada yerləşdirəcəyimiz maksimum, belə deyək də, TV stentin üzərinə oturmalı deyil də, içinə yerləşməlidir televizor deyək ki. Buradakı məsələyə görə belədir də. Onda biz məsəl üçün deyirəm 74 düymlük televizor götürə bilərik bu stenddə yerləşməsi üçün. Variantlarımızda baxmalıyıq amma. 74 yoxdur, 73 yoxdur məsələn. Burada mövcud ola biləcək variant C variantıdır. 70 cavabı. 80 yerləşdirə bilmərik. 50, 60, 70 yerləşdirərik. Bunların içərisində ən böyüyü 70-dir. 49-da deyir, aşağıdakılardan hansı əməliyyat sistemi deyil? Unix əməliyyatdır, MS-DOS əməliyyat sistemidir, Solaris əməliyyat sistemidir. OS isə nədir? OS modeldir. Əməliyyat sistemi deyil, OS modeli başqa bir anlayışdır. Elektron postun əsas deməli əlaməti nədən ibarətdir? Elektron postun əsas əlaməti nədən ibarətdir? Fikirləşək görək. Təbii ki, operativlik, yəni vaxtında tez çatdırılma. Bununla suallarımız yekunlaşdı. Ümidvaram ki, sualları bəyəndiniz. Çox sağ olun.